əxilərin. O əxilərdir ki, Heydər Əliyev getdi Səudiyyə Ərəbistanına. Bu dini təriqəti Azərbaycana gətirmək üçün Heydər Əliyev 15 milyard pul aldı və müqavilə imzaladı. O müqavilədə bu dini təriqət çox önəmli yer alacağı deyildi, yəni orada qeyd edildi və prezident dara düşəndə prezident üçün meydana tökülən, lazım olsa qan tökən bu əxilər deyirlər, vahabilər. Bax, onlar. Yaxşıları da var. Hər təriqətin, hər insanın yaxşı da var, pisi də var. Bax, bu onların maliyyəçisidir. Maliyyə xidmətidir. Bu, hardan alır axı? Bu adam deyir ki, mən 1 saatlıq TikTok açıram, 1000 euro pul gəlir. Hamı bilir ki, 1 saatlıq TikTok açan adama, sıradan bir adama 1000 euro pul gəlməz. Bu, hardan alıb o maliyyəni gedir, uşaqları olan qadınlar, əri olmayan və uşaqları olan qadınlara yardım edir. Deyəcəksən, bu bazlıq eləyir, bu orada xoşu gələn qadınları ərəb ölkələrinə göndərir, bu bəlkə də ağıla batandır. Bunun bazlıq eləməyə halı mı var? Bu özü petuq şeydir. Bu özü petuq şeydir, ağzına burnuna baxın, petuq şeydir bu. Özü də çox yaşamayacaq bu. Mən adamların üzünə baxanda 5 ilə qədər ölən adamları sırası tapıram deyirəm. Belə adamlar çox yaşamayacaq. Deməli, bu adam özü bazlıq deyilən bir şey qanmaz, bu petuqdur və petuqlarla otururdur. Deməli, buna Səudiyyə Ərəbistana pul buraxır. Deməli, buna əxilərin, səbəblərin mənbəyi pul buraxır. Deməli, bu adam evə gedir, orada 3 uşaq var, balaca, ərzaq verir. Sırası bu adam bandadelə, devlət qurumuna məlumat verir. İlham Əliyevin yanında dini təriqətlərdən bir dənə vahabilər deyilən o əxilər İlham Əliyevə sadiq qaldı ən ağır zamanında. Şiyələr İlham Əliyevə necə lazımdır qarşı çıxdı. Eşq olsun şiyələrə. Ümumi sünnilər qarşı çıxdı. Bütün millətlər qarşı çıxdı. Yeganə orada bir təriqət var ki, əxilər. Əxilər İlhama sadiq qaldı. Və İlham Əliyevin təbliğat maşını oldu. İlham Əliyev üçün qan tökmələrini də açıqca biruzə verdilər. Deməli, bu da əxilərin maliyyə xidmət rəisidir. Əxilli bir yerdən dəstək gəlir. Onların şalvarı nə qədər qısa oldu. Pul verirlər, saqqalı santimetrə uzun oldu. Pul verirlər, onların bir şirkəti, birlikləri var burada. Hamısı bir-birini çəkirlər. Bunlara bəlli bir miqdarda pul ayırırlar. İndi baxın, bu adam gedir, ərsiz, atası olmayan evlərə girir, qadına. Qadın cavandırsa, heç qadını satın, bazarlaya da bilərlər, uşağı dettoma qoya da bilərlər. Sırası qadının məlumatını ötürür bandadelə. Kim ötürür bandadelə? Bu oğraş. Yəni, hamıya səs salır bütün Azərbaycana, mən hamıya yardım eləyirəm. Dümbələk, sən o imkanları hardan alırsan? Özün deyirsən, heç bir peçatın yox, heç bir qurumun yox, devlətdə heç bir sənin dəstəyin yox. Azərbaycanda İlham Əliyeva durub sənə pul verən deyil. Axı sən bu qədər pulu hardan alırsan? Əxilərin maliyyəçinə sən baxırsan və sənə pul hansısa Səudiyyə Ərəbistanından hansısa bir oradan dəstək olur. İndi baxın, Səudiyyə Ərəbistana nə lazımdır? Nə lazımdır? İlham Əliyevə nə lazımdır? İlham Əliyevə əxilərin daha çox olması lazımdır, şiyələri bastıracaq qədər. Bizdə şiyələrin əsas Talış, Bakı kəndləri ham İlhama qarşıdır. Deməli, əxilərin güclü olması lazımdır, əxilərin çox olması lazımdır. İlham Əliyevi, necədir? İlham Əliyev, şiyələri İlham Əliyevin istədiyi müxalifəti, istədiyi İlham Əliyevə qarşı çıxan qüvvələri bastıracaq qədər əxilər lazımdır. Birincisi. İkincisi, bu İlham Əliyevə sərf eləyir. Elə deyilmi? İkinci, İlham Əliyevə nə lazımdır? Mehriban Əliyevaya nə lazımdır? Nə lazımdır? Xaricə göndərilən bazlığa, bakirə qızlar. İndi hamının evinə gedir, hamının körpə uşağı olmur ki. 12 yaşında, 10 yaşında, 15 yaşında qızlar olur. Sırası bandadelə deyir. Bandadelə Xəqani mesajını verir ki, o qızını satmağa hazırdır. Qızını satmağa hazırdır. Deməli, həmən qızlar sırası valideynlə xüsusi qüvvələr artıq devriyəyə girir, Xəqani yox. Xəqani mesaj verir, durumu deyir, mesaj verir. Bandadelə, qüvvələrə. Deməli, bu evdən atasız uşaq, körpə, oğlan uşağıdsa canlı bomba, onu götürürlər, o uşağı gələcəkdə danışıb apara bilərlər. Hardasa kamplarda, Suriyada mı, Livanda mı, hardasa kamplarda bunu canlı bomba kimi yetişdirirlər. Onlar hardasa Türkiyəndə elə ordusu var.
Amerikan dili ordusu var. Gördünüz Türkiyədən nə qədər adamlar gəldi. Qarabağda şəhid oldu və onlar hamısı orada Füzuli ərazisində bastırıldı. Hətta 2 dənə qəbirstanlıq ortaya çıxdı ki, bu adsız qəbirlər kimindir? Onların öləndə onların bir dənə ağlayanı olmur. Onlar sadəcə harasa dövlət marağı, hökumətin marağı, kimlərsə marağına savaşır və öləndə də aparılıb bastırılır. Və salam. Onun ağlayanı olmur. Qutardı getdi. Canlı bomba kimi sabah haransa partladı, harada terror eləmək üçün belə uşaqları böyüdürlər, istifadə edirlər, beynini yuyurlar. Baxın, qız oldusa, qızı çox zaman qız bunlar üçün maraqlı deyil. Bax, qız İlham üçün maraqlıdır, Mehriban üçün maraqlıdır. Səudiyyə Ərəbistanı üçün qız maraqlı deyil. Görürüz, hətta bəzi evdə qız olur, məsələn, bu qadının qızı var, 15 yaşında. Aslan kimi qazi də var evdə. Deməli, bura girə bilmir. Girə bilmədi. Yoxsa bəlkə də girib o qızın Ərəb ölkəsinə satılması üçün mesajını ötürərdi. Yəni, Xəqani deyilən bu adam girir bütün evlərə, yardım paylamağa. Birinci evdə örgənir. Evdə kişi varmı? Kişi varsa girmir o evə. Evdə kişi varmı? Kişi varsa girmir o evə. Hətta baba varmı? Ata yoxdur da, baba. Xəstə baba var. Orada girmir. O evə girir ki, yardım aparır ki, orada dul qadın olsun. Orada uşaqlar olsun.